şəkər xəstələri bilirsiniz ki, əslində onlarda ikincili proseslər, ağırlaşmalar daha çox olur. Çoxdur, bəli. Yəni, şəkərin özü bir qorxulu bir şey deyil, yəni şəkərin normada saxlamaq olur. Əsas onun orqanlara verdiyi fəsadlardır ki, bu fəsadlardan ən deyə bilərəm, qorxulusu da beyinə verilən fəsaddır. Yəni, beyin damarlarında olan dəyişikliklər, diabet fonunda. Ya hansı dəyişiklik olur? Beyin damarlarında ilk növbədə qan dövranında dəyişiklik baş verir. Qan dövranının pozulması daha çox şəkər xəstələrində biz rast gəldiyimiz insultlar, xüsusən işemik mənşəli insultlar. Bu nəyə görə olur? Uzun müddət beyin qanla yaxşı, çünki bilirsiniz də, şəkərli xəstəlik periferik və mərkəzi beyin qan dövranında ləngimələr olur. Aşağı ətraflar və baş beyin qanla yaxşı tərkiz olmur. Və bu zaman beyində baş verən həmən dəyişiklik qan dövranını xırda-xırda yeyir də, sanki yavaş-yavaş ləngidir. Və əgər burada yanaşı olaraq arterial təzyiq də olsa, təbii ki, bunun fəsadı daha ağır olur və burada da işemik mənşəli insultun riski böyükdür. Bəli, eyni zamanda şəkər diabet xəstəliklərinin göz xəstəliklərinə bağlı nə qədər görün problemlər yaranır. Yəni, baş beyin istiqamətində daha çox fəsadı var.